Doktor, ağzım zəhər kimidir. Elə bil ki, ilan zəhəri tökmüsən. Səhər dururam, ağzım palçıq kimidir. Qurudur. Bu cümlələri hər gün eşidirəm. Xüsusən də biraz yaşlı xanımlardan. Nəyə görə ağızda acılıq olur? Ağızda acılığın ən önəmli səbəbi ağza kimi ödün gəlməsidir. Ödün axdığı yer biz bilirik ki, 12 barmaq bağırsaqdır. Bəs bu necə olar ki, ağza kimi öd gəlir? Deməli, əgər bizim mədəmizlə 12 barmaq bağırsaq arasındakı qapağımız biraz boşdursa, bu zaman öd 12 barmaqdan mədəyə qayıda bilir. Orada öd qastriti yaradır. Biz bunu qastroskopiya zamanı görə bilirik. Bir də ağza kimi gəlir, dilin üzərində sarılıq, yaşıl rəng və həmçinin də acılıq verə bilir. Öd qastriti, öd reflüsü deyirik buna. Həmçinin bu əlamətlər öd kisəsi çıxanlarda da görülür və daha çox görülür. Çünki öd kisəsi çıxmış insanlarda öd qastriti demək olar ki, 70-80% müşahidə olunur. Kisə olmadığına görə öd gecə daxır, gündüz daxır, aclıq zamanı daxır, toxluq zamanı daxır. Əgər bu mədə qapaqlarda boşdursa da biz bunu hiss eləyəcəyik. Lakin ağızda acılığın başqa səbəbləri də olur. Bəzən ağızda acılığın altında sinir psixoloji gərginlik də yata bilir. Ona görə acılıq şikayətiniz varsa da bu acılıqla yaşamayın. Mütləq həkim mütəxəssislərə müraciət edin ki, səbəbi tapılsın, müalicə olunun və həyatınız şirinləşsin.